Şehitlerdi torpağı vətən edib qoruyan. Onların barəsində nələr söyləyir Quran. Ölü demə şəhidə, Quran deyir diridir. Əbədi cənnət əhli, şehitlərdən biridir. Qiyamətin günündə dağlar olmayacaqlar. Onlar toz şəklində göyə sokulacaqlar. Digər ki şehitlərə izin veriləcəkdir. Şehit istədiyinə şəfaət edəcəkdir. Necə ki yurduğunda sipər oldu canıyla, behişlətilənəcəkdir şehitlərin qanıyla. Əqidən olarsan sən möhkəm qayadan da, daş qopara bilərsən ən möhkəm qayadan da. Amma İmam Hüseyni qana qəltan etdilər. Yandırıb xeymələrin yerinə yeksan etdilər. Əbir fəstək qardaşın 100 lira doğladılar. 6 aylıq əsqərin boynunda oxladılar. O qədər incitdilər əhlini, əyalını. İlahdən çəkildi bəzən xəyalını. Baş gözündən axan qan süzüldü daba.